Salam, xoş gördük əziz tamaşaçılar. Hamını salamlayıram. Hər kəsə deyirəm, ekran qarşısına yaxın əyləşin. Dünən hamınız yığışdınız ki, Gül xanımı yola sal. Düzdür? Məni öldürürdüsə, səhv elədim. Dedim ki, git. Düz mü eləmişəm? Yenə gələcək. Gül xanım, icazə verin də zəhmət olmasın. Düz mü elədim? Düz mü elədim? Qoymamalıydım geçsin. Yox, elə şey yoxdur. Apararsız evinizdə saxlayarsınız Zülfiyə xanım. Aparıb evinizdə saxlayarsınız Zülfiyə xanım. Yəni dünən Gül xanım efirdən çıxdı və ondan sonra nələr baş verdi? Onu hamısını sizə mən söyləyəcəm. Ancaq burada mənim iki atam əyləşib. İki gözəl insan əyləşib. Necəsiz? Sağ ol, yaxşı olasan. Allah Dünənləri- atana rəhmət eləsin, sağ ol. Mən Xanar rayonundan gəlmişəm, böyücən bilirsən. Xanar rayonunun Xəqani kəndindən gəlmişəm. Oğlum, nə bilim, gəlinim, yola vermir məni. Mən də öyle zulümla tikdirmişəm. Yaxşı. İndi, Evi niyə küsüb gəlmişsən? indi mən sizin üzrümü... Niyə küsmüsən? Niyə küsmüsən? Ay. Gəlindən niyə küsmüsən? Gəlindən niyə küsmüsən? Gəlin nə gəlindir, nə oğul oğuldur. Heç əsə bir şey deyil. Bəs qızlar? Hə. Bax, yoldaşım da xəstədir. Kəmkirdə qızının yanındadır. Mara təxliyə edirlər. Gəl bizim yan. Mən də o kürəkən yanına getmək istəmirəm. Vallahi elə kürəkənlər var ki, oğuldan milyon kərə yaxşıdır. Bilirəm qadan alam, mənim də elə vaxt yoxdur. Baxdım var ki, qızım var. Vaxtı ilə baxdım, olmur eləyindən sonra olmadı. Niyə bəxtin olmayıb? Nə olubdu ki? Allah sağlıq verib, O da- maşallah. Bax, indi o tane yoldaşım xəstədir. Hə, Mən öydə təkcə qalmışam. hə. Geldim ben harasa geçmişim, geldim gördüm çok çıkarıqlar. Öydə mənim adımadır. Deyirəm çok xəbərim yox idi. Kızım gəldi, ay papa, xəbərin var mı? Və bu sayğac sizin evinizdədir də, nə olar? Sayğac qoydurub daha yaxşı. Elə yox, Hə. Ayrı, hamısı məndən gedir. Dərd bir dənə yanacaq ocağına, yemək ocağına dal qoydular. Çok qoydular. Qalan hamısı mənim boynumdan gedir. Aa, bəs oğul vermir o pulları. Ha, o oğlun başına taşısın. Oğul oğuldu mu ki? Arvad ağızlıdır. Bəs ay ata elə demə də, gəlinin yanında. Ay mən gözəl atam. Kim gəlib? Gül xanım gəlib. Şahin, nə danışırsan sən? Yox, mən dünənləri onun buradan çıxartmışam. Mənim əsəblərimlə oynamayın, xahiş edirəm. Dünən, ümumiyyətlə bir soruş görək nəyə gəlib. Bizim əməkdaşlarımız götürün mikrofon gedin. Yəni ged aşağıda bir görüm nə istəyir bu. Zülfiyə xanım hara getsin? Mən onu işə düzəltmişdim. Mən ona demişdim ki, get eşq yaşa. Bilirəm, mən düz deyirsiniz, mən sizinlə razı. belə şey olmaz. Amma indi hara getsin? Çıxdı, getdi, qayıdıb, gəlib. Özü Gedən yıxılan yeri ağlamaz. yoxdur. Zülfiyə xanım özü yıxılan ağlamaz. Tək yıxılmayıb da, Rəşadla yıxılıb, Rəşad da gəlsin, söykənsin buna. Bir yerdə dursunlar ayağa. Belə şey mi olar ha? Dünənləri burada necə çıxdı? Buna bax. Buraxdırmıram onu. Mən içəri buraxdırmıram. Çünki bilir ki, buraxılmayacaqdır. Yəni, həqiqətən mən dünənləri burada tamaşaçın bu durdu yenə gəldi. Sual verin də bir mikrofon götürün gedin onun yanına. Şahin, qızların birini göndər.
Nə deyirsən belə qadınlara, ay ata? Eşitmirəm qazanarım. Nədir? Ay Allah, belə sözləri eşitmir o. Belə sözləri eşitmir. Atamız ağır eşitdiyi üçün mən biraz yüksək səs tonu ilə danışıram. Tamaşaçılardan üzr Hoş istəyirəm. gələm xanım. Haycan. Canım ben bir bala. 100 manatsa verin bana bir tane kulaklık al ver. Baş üstə. He? Baş üstə. Başın var olsun. Allah Alaram, niyə almıram Atan ki? anana rəhmət eləsin. Sağ ol. Kaş ki Qadasın mənim olasın. atam sağ olaydı. Onun qabağına belə dizlərimlə gedərdim. Sürünə-sürünə gedərdi. Sağ ol qazanarım. Sağ ol. Ataların qədir qiymətini bilin. Həyatdadırsa valideynləriniz, hər gün onun səcdəsinə gedin. Neynirəm ki, gedir biri deyir ki, mən getmişəm ziyarətə. Evdə anasına salam vermir, ziyarətə gedir. Sən ziyarətin, evdə anana verdiyin salam, hər gün onun saçından öpmən, hər gün səhər açılanda anacan necəsən deməyindir. Sənin o getdiyin ziyarətlər, nə bilim, özünü göstərmək üçün ona buna verdiyin o zəkatlar heç bir xeyri yoxdur. Ziyarətgah da mənim üçün, səcdəgah da bunlardır. Ata anadır, qiymətini bilin. Bilin qiymətini, itirdikdən sonra. İndi deyirəm ki, mən o qulaqçığı alacam, almağına. Amma sizdən bir xahişim olacaq. Nətəri? Qulaqçığı da alacam. Sonra o deyir, o rayonda o icra başçısına şikayət eləyirsən, icra nümayəndəsinə şikayət eləyirsən, sənə fikir vermirlər, onlara da müraciət eləyəcəm. Bir dəqiqə səbirli ol, Gülxanıma bir görək nə deyir o. Ürəyim partladı, görün bax o nəyə gəlib, dünənlərin milyonların qarşısında Gülxanım burada yola saldım. Buyur Gülxanım. Mənə studiyaya qaldığını xahiş edirəm. Gəlim studiyada sözümü deyim, orada hər kəsin arasında və o insan da bugün gəlsin bura, mənlə üzləşsin, bu məsələyə son qoyulsun həqiqətən. Xanım, dünənlərin məsələyə son qoyuldu da, təkrar nə deyəcəksən bu studiyada? Studiyaya gəlmək istəyirəm. Gəlsinmi tamaşaçılar? Gəlsinmi? Yox, Xoşqədəm xanım, məsələyə son qoyulubdur, bilirəm, amma ki, Necə dəqiqə, elə son bir qoyulub. dəqiqə. Valla mən deyirəm ki, yox. Mən deyirəm yox. Yox. Yola atmalı biz deyilik. Niyə? İndi Rəşad səhv eləyibsə, Rəşad onun arxasında durmursa deyə. Burada elə bir insan yoxdur ki, onun böyrünə çəksin, gəlsin. Əslində Gülxanımın da ki, o vəziyyətdə üstünə düşmək düz deyil. Mən belə fikirləşirəm. Çünki Gülxanım 2 dənə Azərbaycan qızını dünyaya gətirəcək. Ona görə də mən gedirəm, onu götürəm, gələm. Sən arxasında dayanırsan. Sənə qurban olum. Burada öz 5 uşağı qalıb Gülxanıma sahib çıxır eldəniz. Nə deyim? Dağdadır ya arvadı ilə bir yerdə. Maraqlıdır Mağsaqqa. 5 uşaq sığınacaqda, qızın gözü nə vəziyyətdə uşağa, Gülxanıma sahib çıxır eldəniz. Benim Qızlar necə baxır, qızlar? oğlum başımı Yox, yox, qızlar necə baxır sizə? Nağardım. Qızlar necə baxır sizə? Kızlar. Hə. Kızlar yazıqlar yad oğlun əlindədir. Mən onlara günahkar görmürəm. Dedim həftədə biriniz gəlin bana baxın. O da tək gəlir də tək gəlmirdilər. Yad oğlundan nə ağarım. Ondan sonrasında... Yaxşı, atacan, indi qızlar gəlib desə ki, ay ata, səni aparıram, gedəsən Hara? onlara. Gedəcəm ya, getmirəm. İndi deyirlər ki, atamızı qocalar evinə qoyma, biz baxacağıq ona. Kimdir? Qızların. İnanma. İnanmayın. İnanma deyirəm qızlarıma. Yad oğlundadır. Mən günahkar görmürəm onları. Öz həyatımdan da zad olmuşam. Deyirəm ki, nə deyirsən, qəbul eləməyim onları. Allah haqqı bax. Bu istor haqqı. Gəlin bana elə dillər deyil, belə dillər deyil. Heç istəmirəm, elə gep qazlarla bağlanacağım. Ondan sonra çıxıb gələcəm. Qızlar deyir ki, atamızı qocalar evinə qoya bilmərik.
Gelme üstüme, diz çöktüm dünyanın. Atacan, ben bugün bir daha emin oldum ki eğer bir atanın, bir ananın kızı varsa dünyanın en xoşbəxti odur. Əlbət, Allah o sonsuzlara yaxşı da Allah vermi böyle. Keşke ben de sonsuz olaydım. O 5 evladı hiç yeşillendirmeydim. Bak, o hemen o yeşilenmemiş, oğlum ölmüşse 1 yaşından 7 yaşına kimi 7 kurban kesmiş. Keşke hiç kabul olmadı o kurban. Sözler değil. Arvadı da, özü de, bir yeşelenmemiş oğlu var o da. 3 arvad alıb oğlu, 3 arvad. 3 arvad. Birini Sabirabat'tan alıp, birini Gəncədən kuşadan, birini burada başına tez aparıb. Nətəri? Qəlbinə dəymə, övladındır. Gəlin. Övladındır deyirəm, qəlbinə dəymə. Nə qədər desən də ürəkdən demirsən o sözləri. Oy Allah el öyladı, heç vermedi. Allah'a canım filan olsun. Keşke vermeydi. Verip verdiğine hiç zad olmaz. Atacan, oğlun zəng eləyib. Mehman, Ay can, ay hastalan bana. mənə can demə, atana can de Mehman. Ben atama hemen şey can demişim, eşitsen. Mehman, atana can de Mehman. Kaş atam sağ olaydı. Onun karşısında dizin dizin sürünerdim. Ay Allah, atamın bir saniyesi için her şeyimi verirdim. Söyleyeyim, Rahmetli Arif Kuruyev'le siz gelmişsiniz Hacı Kent'e, yanına geldiniz Rahmetli Arif Kuruyev'le. Bilmiyorum, ben çok yere gittim. Yani deyirəm ki, o yalandan çıxıb ki, yoldaşım bir... Yalandan mı çıkıp? Ulanam da olsun, gel araştır. Balamı, 2 Değil, balanın... yalandan çıkıp ora, hiç nelememişim onu. Ay, vicdanım hakkı, bak atamın gör hakkı. Hiç məndə, bak 84 yaşımın içindeyim, məndə yalancılık yoktu. Həməşə düzünü danışmışam. Bana lazım da. Sen başıma gör, ben özüm başıma bazanda təkər satan olmuşam. Gel belə eləyək, gel belə eləyək. Mehman, mən səni dəvət eləyirəm. Dur, gel atanın arxasınca. Mən o verilişim, mən sağmasının içində bir yavru olmarım. Bu bircə dəqiqə dayan, bir dəqiqə dayan. Mehman, burada oturan kimdir? Bir dəqiqə. Bu sənin dədəndir, hə? Sən başa düşmürəm, indi dədən burada oturub biyabır olmursan, amma gəlib bura çıxanda biyabır olacaqsan. Əksinə, biyabırçılıqdan özünü qurtarmaq üçün çıx, gəl, öp atanın əlindən, diz çök, üzr istə, apar. Dədəmin anlamına. Mən dədəm, o qaçmışını oturmuşum. Bir dəqiqə dayan, bir dəqiqə dayan. Sənin həyat yoldaşının yüzünü taparsan, amma bu kişini tapa bilməzsən. Mən həyat yoldaşım, xaçlar Bu kişiyə təhqirlər deyir, kişi deyir ki, məni təhqir eləyir. 84 yaşlı bir kişini, bir axsaqqalı necə o söyüşlərlə təhqir etmək olar? Hoş gələk hanım, canınızı yalanan deyir. Mənim canım and içməyə, qardaş, bir dəqiqə, mənim canım and içməyə, mənim evdə körpələrim var, mən onlara baxmaq istəyirəm. Mənim canıma yalandan and içmə. Sən nə tər xoşluysan, mən deyirəm. Hə, öz canına and iç, öz canına, həyat yoldaşının canına and iç, heç atanın da canına and içməyə icazə vermirəm sənə. Ancaq öz canına və sənin atan bura gəlib çıxıbsa, günahkar sənsən. Ata, ana, onlar dəyişilməzdir. Onlar Allah'tan sonra bizim səcdə edəcəyimiz insanlardır. Onlar bizi bu həyata gətirənlərdir. Onlar bizə nəfəs verən, həyat verən, can verən insanlardır. Allah və valideyn. Necə yəni? Yaşlı insandır, naz edə bilər. Yaşlı insandır, kaprizləri var. Necə uşağının nazı ilə oynayırsan, elə də atanın nazı ilə oynamalısan. Kişini sən salmısan yollara.
Nədir o sayğac? O sayğaca görə gündə o evdən nə davalar olur? Ayıbdır. Ayıbdır heç də. Gəlsin görüm Gülxanımın da o Hürrəm Sultan kimi gedir, gəlir. Qalmışam belə valla. Yəni çıxartmışam. İndi yenidən Gülxanım gəlibdir. Ay Allah, mənə səbir ver ya Rəbbim, səbir istəyirəm səndən. Görək Gülxanım hansı sirləri açır qısa bir aradan sonra.